Noyabrın 3-də Yeni Azərbaycan Partiyasının Azərbaycan Milli Konservatoriyası ilə birgə təşkil etdiyi 8 noyabr Zəfər gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdən öncə rəssam monumentalist Çingiz Abbasovun 30 il və 44 gün tablosunun təqdimatı olub. Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini, mərkəzi aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarını Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edən şanlı zəfərimizin 5-ci il dönümü münasibəti ilə təbrik edib. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmizdə elan edilmiş Konstitusiya və suverenlik ili çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən keçirilən silsilə tədbirlər ölkəmizin müstəqil inkişaf yoluna, eləcə də möhtəşəm zəfərimizin tarixi və ictimai-siyasi əsaslarına, yeni mərhələdə suveren Azərbaycanın qarşısında duran əsas hədəflərə nəzər salınması baxımından mühüm əhəmiyyət kəsb edir. Bugün qalib Azərbaycan xalqı 8 noyabr Zəfər gününü böyük iftixar və coşqu ilə qeyd edərək, əzəli torpaqlarımızın işğaldan azad olunması və doğma yurt yerlərinə qayıdışın hədsiz sevincini yaşamaqdadır. Şübhə yoxdur ki, dövlət başçısı, partiyamızın sədri cənab İlham Əliyevin qətiyyətli siyasəti, xalqımızın sarsılmaz birliyi sayəsində Azərbaycan bundan sonra da möhtəşəm nailiyyətlərə imza atmaqla yeni qələbələr qazanacaq, vətənimizin hər bir ülkəsində qürurla ucaldılan üç rəngli bayrağımız daim zirvələrdə əzəmətlə dalğalanacaqdır. Tahir Budaqov vurğulayıb ki, müasir dövlətçilik tariximizin zirvə nöqtəsi, ən qürurverici məqamı olan möhtəşəm zəfərimiz asanlıqla əldə olunmamışdır. Müstəqillik dövründə ölkəmizə rəhbərliyi zamanı ümumilli lider Heydər Əliyev Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad olunmasını dövlət siyasətinin bir nömrəli məsələsi, strateji prioriteti kimi müəyyən etmişdir. Onun liderliyi ilə bu strateji hədəfə çatmaq üçün məqsədyönlü addımlar atılmış, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda ardıcıl işlər görülərək Azərbaycanı böyük zəfərə aparan yolun əsası qoyulmuşdur. Yaşasın müstəqil və qalib Azərbaycan. Eşq olsun Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə. Çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Kamilə Dadaşzadə qeyd edib ki, hər bir xalqın tarixində elə əlamətdar gün var ki, onu əsrə bərabər gün hesab etmək olar. Azərbaycan xalqının həyatında belə məqamlardan biri heç şübhəsiz ki, 2020-ci ilin 8 noyabr gününə təsadüf edir. Lakin düşünürəm ki, öz tarixi əhəmiyyəti və mənəvi yükü etibarilə həmin günü bir əsrə deyil, əsrlərə bərabər gün adlandırmaq olar. Çünki həmin gün xalqımızın çox əsrli qəhrəmanlıq salnaməsi yeni şanlı səhifəsi yazıldı və eyni zamanda həmin gün əldə etdiyimiz tarixi qələbə Azərbaycanın uzun müddətli, möhkəm və dayanıqlı inkişaf yolunu təmin etdi. 5 il bundan öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə milli ordumuzun misilsiz qəhrəmanlığı nəticəsində şəhidlərimizin canı və qanı bahasına Azərbaycan torpaqlarının işğalına son qoyuldu. Tarixi ədalət zəfər çaldı. Müasir hərb sənətinin ən parlaq səhifələrindən biri olan dəmir yumruq əməliyyatı təbii ki, tarix kitablarından fenomenal hadisə kimi daxil olacaq və mütəxəssislər tərəfindən araşdırılıb layiqincə dəyərləndiriləcək. Şübhəsiz ki, bu zaman digər mühüm amillərlə yanaşı zəfərimizi təmin edən bir faktorun da rolu qeyd olunacaq. Bu da xalq, iqtidar və ordu birliyi formuludur. Qələbəmizin ideoloji təməlini təşkil etmiş bu formul Azərbaycan xalqının əzmini bir daha nümayiş etdirdi. Sonra tədbirdə şəhid İsmail Kərimlinin atası Ceyhun Kərimov çıxış edib. Bugün biz böyük qələbəmizin 5-ci il dönümünü qeyd edirik. Artıq 5 ildir ki, 30 ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımız işğaldan azad olunub, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Zəfər günü möhtəşəm bir əsərdir və hər bir böyük əsər kimi bu zəfərin də öz memarları var. Böyük qələbəmizi qeyd edərkən Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasını və onun xalqın təkidi tələbi ilə siyasi hakimiyyətə qayıdışını xatırlayırıq. Məhz həmin tarixi qayıdış zəfər salnaməmizin ilk səhifəsini yazdı.
Elə o andan etibarən biz addım-addım tarixi qələbəmizə doğru irəliləməyə başladıq deyən şəhid atası əlavə edib ki, ümumilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident Müzəffər Ali Başkomandan İlham Əliyev bu böyük məsuliyyəti öz üzərinə götürərək xalq qarşısında and içdi və andına sadiq qalaraq Azərbaycanı tarixi zəfərə qovuşdurdu. Vətən müharibəsi qəhrəmanı Cəmşid Naxçıvanski adına hərbi liseyin rəisi Polkovnik Anar Mirzəyev isə çıxışında qeyd edib ki, müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev həm qüdrətli Azərbaycan ordusunun yaradıcısıdır. Onun sözlərinə görə ümumilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir ordu quruculuğu siyasəti bugün Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-dən noyabrın 10-adək davam edən 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan hərbiçilərinin torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şücaət göstərməsi, bu yolda şəhidlik zirvəsinin ucalması xalqımızın yenilməzlik, məhdlik və qəhrəmanlığının ifadəsi oldu. Daha sonra 30 il və 44 gün tablosunun müəllifi rəssam Çingiz Abbasov çıxış edib. O qeyd edib ki, bugün xalqımızın qəhrəmanlığını, birliyini və əyilməz iradəsini iftixarla xatırlayır, ədalətin bərpa olunduğu möhtəşəm günün qürurunu bir daha yaşayırıq. Bugün burada zəfərimizə həsr olunan 30 il və 44 gün əsərimi təqdim etməkdən böyük qürur duyuram. Çalışdım ki, bu əsərdə vətənimizin 30 illik tarixini, xalqımızın qəhrəman ruhunu, dözümü və inamını əks etdirim. Ulu öndərimiz Heydər Əliyev deyirdi ki, Qarabağ bizim qəlbimizdədir, ruhumuzdadır. Gün gələcək, biz Qarabağa qayıdacağıq. İllər sonra prezidentimiz Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin inamın üzərinə öz möhtəşəm nida işarəsini qoydu. Qarabağ Azərbaycandır. Bugün biz həmin gerçəkliyi yaşayırıq. Qarabağ azaddır və dirçəlir. Bu qələbə xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və milli iradəmizin rəmzidir. Qoy üçrəngli bayrağımız daim azad Qarabağ səmasında dalğalansın. Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb. Sonra 8 noyabr Zəfər gününə həsr edilmiş konsert proqramı təqdim olunub.